Doğru, yanlış. Qaradağ yəni Kuhe Siyah. Yanlışdır. Qaradağ Azərbaycanda dağlıq bölgə adıdır. Qaradağ Kuhe-Siyah mənasında deyil. Burada Qaradağ böyük, çoxluq anlamındadır, yəni böyük dağ. Əlbəttə, qədim türklər coğrafiya cəhətlərini rənglərlə göstərirmişlər. Şimal ya quzeyi qara rənginə, cünubu, güneyi qızıl ya qırmızı rənginə, qərbi, batını ağ, şərq ya həman gündoğanı, doğunu da göy rənginə göstərirmişlər. Beləliklə, Qaradağ Təbrizin şimalında yerləşdiyi üçün Qaradağ, yəni şimalda olan dağlar mənasında da ola bilər. Türkiyədən misal vurmalıyıq. Türkiyəlilər quzeylərində yerləşmiş dənizə Qara dəniz, qərblərində olan dənizə Ağ dəniz, Dəryayı Əhmər, Sorxa, Qızıl dəniz deyirlər. Niyə ki, Türkiyənin cənubunda yerləşmişdir.